Təşəkkür edirik. Çox sağ olun. Hal-hazırda mənə deyirlər ki, telefon xəttimizdə bizim üçün də sürpriz oldu. Böyük sənətkarımız, ustad sənətkarımız, xalq artistimiz Alim Qasımov xətdədir. Alim müəllim, bir axşamınız xeyir deyək sizə. Böyük sənətkarımız. Necə darıxmışıq sizin üçün? Bir bilsəniz, bir təsəvvür eləsəniz. Necəsiniz ustad? Allah razı olsun, baxıram sizə, zövq alıram və çox sağ olun ki, bu mənəvi musiqilərlə məşğulsuz və hamınıza salamlayıram, axşamınız xeyir olsun. Çox sağ olun ki, Mehman müəllimin o arayıb axtardığı sözləri, mahnıları, notları siz cəmaatımıza təqdim edirsiniz. Gülyaz xanım, Gülyana xanım, sizə sağ olun ki, Mehman müəllimi gözlüksünüz onun əzabına. Çünki Mehman müəllimlə işləmək əzablı deyil, çünki əlkəzər əzbərləmək lazımdır, nə bilim, notları dəyişdirmək lazımdır, nə bilim. O üçün bu oyunla da işləmək çox çətindir. Mehman müəllim çox dərinliklərə gedir. Düz onu, o nə ton üçündür, nə bir şey içindir. O ancaq ruhlar aləmi içindir. Orada ruhi qidalar var. O qədimləri araşdırır və Azərbaycan musiqisinə gətirir, yenilər gətirir. Mən ona uğurlar arzulayıram, sizə can sağlayacağım, Səyrəyə xanım ki, və musiqiləri cəmaata təqdim edir. Çox sağ olun, Alim müəllim, çox sağ olun. Amma bu həsrət, bu hicran uzun çəkməsin. İnşallah sizlə də tez bir zamanda istəyərik bir vüsal dəmində olaq. Yəni, belə bir istəyimiz var. Çox təşəkkür edirik zənginizə görə. Böyük bir ruhi səhiyyə yaratdınız. Minnətdarım. Çox təşəkkür edirik ustad. Ey könül, şad ol, məhbub zibadır gələn. Nəsimiyyə kökləndiyi az əvvəl, mehirlə can verdiyin mahu dildardır gələn. Doğrudan siz Nəsimiyyə müraciət elədiniz. Nəsimi könül evini Kəbə evi adlandırırdı da. Yəni ona toxunmaq olmaz.